Çünki əgər Cənubi Azərbaycanda hər hansı bir qarışıq vəziyyət yaranarsa, ziyanı kim çəkəcək? Soydaşlarımız çəkəcək də. Üstəlik onun fəsadını sonra biz çəkəcəyik. Yüz minlərlə insan traktorun boynuna Bəli, bəli. haray mən Türkiyəm deyirsə, Bəli. yəni bu şüarlar varsa... Yəni İranın Suriya şəklinə salması bizə sərf edirmi müstəqil Azərbaycan dövləti olaraq? Sərf eləmir axı. Necə ki, Türkiyə Suriyada girib öz suverenliyini elə Suriya ərazisindən qorunmağa başladı, biz də həmən şey eləyə bilərik. Niyə eləməyək ki? Kim Azərbaycan Respublikasına qarşı, müstəqil Azərbaycana qarşı hər hansı təhdid yarada bilər ki, Azərbaycan xalqı olurlar, Azərbaycan xalqının olduğu yerdə. Düzdürmü? Ona görə də mən inanıram ki, gələcəkdə bu proseslər buna yaxın formada davam eləyəcək. Bu mənim qənaətimdir, şəxsi fikrimdir. Çünki İranda vəziyyət bugün yaxşı deyil. Gərginlik günü-gündən artır. Hakimiyyətdə kifayət qədər parçalanma, bölünmə baş veribdir. Kifayət qədər İran din liderinin əleyhinə, orada hətta hakimiyyət daxilinin çevrələrində kifayət qədər güclü düşmənçilik var. Əleyhinə çıxanlar var. Çünki deyirlər, nə qədər ki, vilayət fəqihi burada var, İranın parçalanma ehtimalı var. Əgər vilayət fəqih gedərsə, yəni Trumpın bilirsiniz, birinci tələbi o idi ki, İran demokratik bir dövlətə çevrilsin, dini hakimiyyət ləğv olunsun, sepah hakimiyyətdən çəkilsin və İranın bir dənə milli ordusu olsun. Və hətta Fars, belə deyim ki, qüvvələri belə, panfars düşüncəli İran şəhərlər də belə fikirləşirlər ki, Xamneyi artıq İranın bütövlüyünə təhdiddir. Ancaq məsələ budur ki, onlar hətta Ayətullah Xamneyi ilə o dərəcədə vuruşub onu meydandan çıxara bilsələr ki, siz bayaq söylədiniz, qaçmaq, öldürmək variantlar var da, düzdürmü? Ki, mən daha çox ehtimal verirəm ki, Moskvaya getmək və yaxud tutub mühakimə eləmək məsələsi var. Çünki cəmiyyətin, bunu əlavə edeyim sizə, cəmiyyətin o hakimiyyətdən kifayət qədər şikayəti vardı. Edamlar, qətillər və s.